XM-də olan hesabınızı MetaTrader-ə necə əlavə edə bilərsiniz? Sizə onu göstərəcəm. Gəlirsiniz burada balansınızın üzərinə tıklayırsınız və buradan Manage nöqtəsinə basırsınız. Basdıqdan sonra burada Account Information nöqtəsinə yenə tıklayırsınız və burada server nədirsə onu kopyalayırsınız. Bu çox önəmli bir məsələdir. Yəni bu serveri düzgün götürmək lazımdır. Serveri götürdükdən sonra MetaTrader-ə giriş edirsiniz. MetaTrader-ə giriş edəndə burada New Account bölməsinə basırsınız və burada XM Global Limited-ə tıklayırsınız. Tıkladıktan sonra burada serverdə həmən bura nədirsə MT5-2-dir gördüyünüz kimi. MT5-2-ni tapırsınız. MT5-2-ni axtarırsınız, tapırsınız. Baxın burada ən aşağıda buradadır. Basırsınız və belə siz artıq serverinizi düzgün seçmiş olacaqsınız. Əgər görünməsə burada MT5-2 olan, o zaman burada axtarış yerinə elə həmən o kopyaladığınızı yazın. Bax bu şəkildə axtarın, o zaman 100% ki tapacaq. Gəlirsiniz buradan yenə həm də o MT5-2 nöqtəsinə tıklayırsınız. Ondan sonra qayıdırsınız burada MT ID-nizi götürürsünüz. Götürdükdən sonra logininizi buraya yazırsınız. Parolunuz isə XM-də qeyd etdən keçəndə nə idisə, burada da həmən odur. Yox, əgər onu xatırlamırsınızsa, deyirsiniz ki, yox bilmirəm və yaxud girmirsə, o zaman gəlirsiniz bura. Change Trading Account Password basırsınız və buradan istədiyiniz özünüz üçün bir dənə parol yazırsınız. Yazdıqdan sonra həmən o parolu yadda saxlayıb burada change password edirsiniz və həmən parolu da bura bu şəkildə yazırsınız. Və həmən parolu dəyişdikdən sonra bura parolunuzu yazırsınız və giriş edirsiniz və bu qədər sadədir. Artıq siz hesabınıza girmiş sayılacaqsınız.